Hər vaxtınız xeyir əziz xanımlar və cənablar, dəyərli bizi izləyənlər və dinləyənlər, Yurd FM-də 90.7-də sizin qarşınızda xoş gördük hər birinizi. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən Kamran Yaradanquliyevin təqdimatını həftə içi 5 gün bizəm izləyirsiniz, həm də ki dinləyirsiniz. Amma qonaqlarımızla birlikdə nəzərinizə çatdırım ki... İşinin adamı studiyadadır. Bəli, işin adamı studiyadadır. Qonağımızla həm söhbət olaq Jet Cinema MMC-nin marketing departamentinin direktoru Qoşqar Məmmədov bizlə birlikdədir. Qoşqar bəy, xoş gəlmisiniz, səfa gətirmisiniz, necəsiz? Xoş gördük, təşəkkür edirəm. Siz necəsiz? Əla, yaxşıyıq. Gəlin sizin şirkəti də ayaqından tanıyaq. Jet Cinema MMC 2022-ci ildə fəaliyyətə başlayıb. 2023-cü ildən artıq biz... Yeni adda, yeni logo, yeni brandinglə. Bəli, amma hekayə bu vaxtdan başlamayıb təbii ki. 2013-cü ildə bizim təsisçimiz və həmçinin direktorumuz Vasif bəy. Salamlayırıq Vasif qardaşımızı da. Özü haradadır? Eləyirəm. Özü hal-hazırda müəyyən işlərlə əlaqəli qatıla bilməyib. Aha, eyb yox. Biz qeyd edim ki, Vasif bəylə də qrup yoldaşı olmuşuq. İqtisad Universitetinin bir yerdə oxuduq və Vasif həmişədən belə bir xəyal var idi ki, mən kino çəkəcəm və film çəkəcəm. 2008-ci ildən mən sizə danışıram. Təbii ki, o vaxtlar bu biraz belə biz gənc yaşlarımız idi, 17-18-ci gülməli gəlirdi hətta. Amma 2012-ci ildən, 2013-cü ildən başlayaraq Vasif bəy videoqraf kimi və self-learner deyirik, yəni ki, sırf özü-özünə öyrənərək və təbii ki, indiki kimi deyildi, bu qədər belə deyək, geniş kurslar və yaxud şərait yox idi. Öz-özünə öyrənərək videoqraflığa başladı, müəyyən cihazlar aldı, səhv etdi, düzəltdi, daha yaxşı, özünü çalışa. Və siz nə edirsiniz həmin ərəfədə? Mən həmin ərəfədə, mən 2013-cü ildə əskəriyyətdən qayıtdım, ondan sonra bakalavr 12-də bitirmişdim. Təxminən bir ilə yaxın Azərbaycanda çalışdım. Sonra mən 2014-cü ildə magistraturaya qəbul aldım və köçdüm Sidneyə. Sidneyə? Bəli, Avstraliya. Oy qoşu. 5 il orada yaşadım. Onun 2 il yarımı təhsil oldu. Digər 2 il yarımı isə oxuduğum təhsil üzrə ümumiyyətlə iş həyatına atılmaq oldu. Hətta gəldim universitetin axırlarında, magistr axırlarında evləndim burada. Sonra geri qayıtdım, uşaq övladım da orada oldu. Ta ki biz pandemiyadan biraz əvvəl idi, biz gəldik. Vizada olmasına baxmayaraq geri qayıda bilmədik. Bilirsiniz, çətin həyat başladı bizim üçün. Yəni, söhbət pandemiyadan gedir. 2019-cu ilin sonuydu. Həyatımızın üslubunu dəyişdi pandemiya. Bəli. Və mən də 2020-ci ilin artıq başladı. Nə edə bilərik, necə edə bilərik də burada mən öz fəaliyyətimə başladım. Qısacası marketinglə həmişə onsuz da mən məşğul olurdum. 2020-ci ildən də bir startup layihəm vardı, onun üzərində çalışırdım. Zaten çox iş yerləri də bilirsiniz qapalı idi. İnvestor cəlb olunduğu layihə başladı. Sonra biz layihəni tamamilə marketingə çevirdik. 2022-ci ildən etibarən Gossip adlı bir şirkət yaratdım özüm, təsisçiliyimlə. 2 il fəaliyyət göstərəndən sonra Vasif bəyin təklifi ilə gəldiniz işin başına. Bəli, birləşmək üçün belə bir təklif oldu və mən də qəbul etdim. 2025-in artıq fevral ayının 20-sindən etibarən mən Jet Cinema'da başlamışam. Artıq bir aydır ki, mən rəsmi olaraq, belə deyək, Jet Cinema'da marketing department rəhbəri olaraq çalışıram. Hansı sahələrdə fəaliyyət göstərir Jet Cinema? Bəlkə kimsə müraciət elədi efirdən sonra. Jet Cinema'nın göstərdiyi deməli bir neçə istiqamət var. Əslində şirkət dediyim kimi də Vasif bəyin videoqraflığı ilə başladığı üçün production bizdə ən köhnə, ən qədim, məsəl üçün şirkət 2003-də adı qoyulsa da, yəni Jet Cinema, əvvəl Murad bəyli team, ondan əvvəl Vasifin özü. Bizdə 10 ildən çoxdur çalışan videoqraf team var, production team var. Departamentdə 10 nəfər misal üçün bu dəqiqə əməkdaş çalışır. Şirkətin əsas ən köklü, ən köhnə tərəfi olub video üzərindən. Və video üzərindən başladı maraqlı işlər yaranmağa. Misal üçün çəkilişlərdə bilirsiniz kamera qədər, ən azı kamera qədər vacib olan işıq
başladı. Xüsusən də modern günümüzün video çəki. Artıq bilirsiniz ki, şəkil qrafiklər, dizaynlar, şəkillər arxa plana düşür. Daha çox video olduğu bir dövrdə yaşayırıq. Süni intellekt də bu elə ixtisas üzrə çalışır ki, nəsə bir özünü isbat eləməyə çalışsın. Videonun çoxaldığı bir dövrdə artıq bir neçə bu tendensiya var. Çəkiliş üçün kamera qədər vacib olan işıq sistemlərinin. Godox'un Vasif bəy getdi, Çində görüşdü. Biz belə münasibət olduğu üçün həmişə bundan belə mən xəbərdar olurdum zaten bu proseslərdən. Çində görüşdü, Godox'dan okey alındı, distribütörlüyü alındı. Bu bildiyimiz Godox. Bəli, Godox'un biz distribütörlüyünü aldıq. Bir qədər sonra müəyyən problemlər oldu. Godox'la bağlı ekskluziv distribütörlüyü vermədilər. Niyə? Daha çox Azərbaycan ümumiyyətlə biraz düşünürəm ki, qlobalda positioning deyirik biz buna marketinqdə, mövqelənməyi çox düzgün deyil. Niyə? Təzə ölkəyik, bu bir. İkincisi, əhalimiz azdır. Məsəl üçün, böyük ölkələrlə müqayisədə ərazi və əhali çox azdır. Bazara girməyiblər deyə çox tanımırlar. Amma bazara girəndən sonra, məsələn, həmişə gətirdiyim bir örnək var. Hepsi burada Trendyol. Düzdür, Türk kimi görsənsə də əslində Çin sahibkarları tərəfindən gəlib bazara. Və xərclənilən pul göstərir ki, yəni çox ciddi milyonlarla reklama pul xərcləyiblər və bu xərclənilən pula göstərilir ki, Azərbaycan bazarında əksinə alıcı qüvvəsi çox güclüymüş. Yəni onlar gördülər. Biz zaten bilirdik. Bugün məsəl üçün tanınmış bir şəxs bir maşın sürsə, o maşın 500.000 də olsa, bir də gözə şəhərdə bir 50 dənə var. Yəni o deməkdir ki, bizim alıcı qüvvəmiz həqiqətən çox güclüdür. Çox nümunələr görmüşük, elə maşınla, avtomobillə və s. və ilaxır. Bəli, bir şey ki, milyonerlər məhəlləsi artıq demək olar ki, hər yer milyoner məhəlləsi sayılır. Hara getsən, milyonerlər məhəlləsi. Alıcı qüvvəsi çox güclüdür. Bu da zaten bir biznesə maraq nədir? Misal üçün, hələ Apple misal üçün tam Apple Store açmır ölkədə, səbəbləri var, müəyyən səbəbləri. Amma düşünürəm ki, onlardan biri də yəqin ki, bizim əhalidə olan say azlığıdır. Biz o rəqəmi verə bilmirik və yaxud da ki, düzgün çatdıra bilməmişik. Amma mən düşünürəm ki, düzdür, belə bir statistika oxumamışam, amma yəni, ətrafımda hər kəs Apple istifadəçi kimi görürəm və düşünürəm ki, biz Apple alıcılığında Apple Store-ların olduğu bizlə eyni sayda olan millət olduğu çox ölkədən qabaqdayıq. Alıcı qüvvəsi çox güclüdür. Tamam. Uzun sözün qısası Godox'a gələk. Bu Godox biz düzgün tanınmamışdı düşünürəm Çin tərəfdən. Və bunu da Vasif bəy çox maraqlı şəkildə isbat elədi Godox şirkətinə. Godox ölkədə rəhbərlik eləyirdi bazarda. Nə mənada rəhbərlik? Yəni bazara rəhbərlik eləyirdi. Yəni ən çox onun produktları istifadə olunurdu, onun çəkiliş avadanlığı istifadə olunurdu. Amma baxmayaraq ki, 30-dan da yuxarı yaşı var Godox'un belə yaranma ilini götürsək. Amma Nanlite girdi bazara. Daha yeni bir məhsuldur, daha modern düşünür, daha prinsipialdır, daha korporativdir. Və Nanlite-la Vasif bəyin görüşündə artıq Vasif bəy də daha təcrübəli idi. Artıq bir distribütör götürmüş şirkət sahibi, böyük komandası olan, artıq sistemi qurmuş biri kimi, bazarı bilən biri kimi. Nanlite-la 5 saat iclasdan sonra Godox'un məlumatlı olmasına baxmayaraq bilirdi. Amma ekskluziv distribütör vermədiyi üçün Nanlite-la biz görüşdük və onu biz əldə etdik. Bu günlərim Nanlite-la bazara domine eləyirik. Hətta deyərdim ki, ölkədəki ən böyük sırf bu sektordakı ambar bizdədir. Yəni çəkiliş üçün işıqların ambar. Biz ancaq satışa baxırıq bu arada, kira bizdə yoxdur. Satış ambarı ən böyük bizdədir ölkədə. Aydındır. Bizim indi qısa fasiləmiz var. Təşəkkür edirəm. Birazdan sizin çox uğurlu layihələriniz olub, var, olacaq da. Onlar haqqında ətraflı məlumat verəcəyik. Əziz izləyənlər və dinləyənlər, proqramımızı siz bizim həm də sponsorların dəstəyi ilə izləyirsiniz, dinləyirsiniz. Mütləq davam edəcək. Nəzərinizə çatdıraq ki, qonağımız JET Sinemanın marketinq departamenti rəhbəri Qoşqar Məmmədovdur. Efirimizdə işin adamı ilə həm söhbət olacaq bir neçə saniyədən sonra. Bizimlə qalın. Bəli dostlar, işin adamı davam edir. Mən Kamran Yaradanquliyevin təqdimatında yurdumuzun FM, Yurd FM, İcma, yəni İş Adamlar Cəmiyyəti Milli Assosiasiyası, Marsol Qrup və Kən Az Media Qrupla birlikdə efirimizi həm izləyirsiniz, həm də ki dinləyirsiniz.
Efirimizdə qonağımız var. Qoşqar Məmmədov, Jet Sinemanın marketinq departamentinin rəhbəri bizlə birlikdədir. Qoşqar bəy, bizim bir verilişdə ənənə var. Yenidən reklamdan sonra qaydanda deyirik, bu dəfə çox qısa bir məlumat verin şirkətiniz haqqında, çünki yeni qoşulanları da nəzərə almaq məcburiyyətindəyik. Şirkət qısacası belə deyim, tərkibimizdə bayaq səsləndirdiyim professional çəkiliş işıqları var. Godox, Nonlight, Selens və Viltrox'un biz distribütörüyük. Tərkibimizdə studiyo var. Cyclorama Azərbaycanda ilk quran studiodur. Bizim Vasif bəyin başçılığı altında qurulub. Bir də 360 dərəcə marketinqlə məşğuluq və... O da var. Bəli. Dərddir o iş. Dərd. Çox çətin sahədir, çox. Belə, davam eləyək. Sizin gözəl layihələriniz var. Onlar haqqında danışaq, xahiş eləyirəm. Bir dənə söz deyim ki, dərd varsa həlli bizdədir. Vurdu qol oldu, maşallah. Bu arada layihələr ən son məsəl üçün mən qeyd edim ki, komandaya qatıldığım 3 aydan biraz çoxdur. Zaten bayaq demişdim. Ona görə mən çox köhnə layihələri təbii ki, hamısını sadalamaq çətin çəkə bilər. Amma məsələn, mən qatılandan bura biz Dubayda sərgidə olduq, Kapsat sərgisində və orada Sweet SWIT belə bir şirkət var. Məşhur böyük bir şirkətdir, Çin şirkətidir. Onlar çəkilişlə bağlı avadanlıq satırlar, işıqlar, monitorlar, rasiyalar və s. və ilə axır. Bu üsulda alətləri var, avadanlıqları var. Misal üçün, onlarla görüşüldü, gəldi burada bizim ofisdə görüşdük, axşam şam yeməyi yedik. Hətta apağız bunu belə deyək, işıqlandırdı bu prosesi. Əməkdaşlıq düşünürük Sweetlə, onların da biz müəyyən produktların alınmasında danışıqlar gedir. Maraqlı layihələrimiz, məsəl üçün, production tərəfdə, video tərəfdə demək olar ki, biz ölkədə təxminən bir ay yarım olar ki, mən qatılandan sonra şirkətə biz tenderə başvurduq. Şuşa Dövlət Qoruq İdarəsinin tenderinə və biz onu... Bax, elə ora gətirirdim söhbəti. Biz götürdük. Misal üçün, belə bir şey var. Ümumiyyətlə, söhbət şöyle bir işdir ki, mən özüm bu arada bir qısaca deyim, mən də qazi oğluyam, Qarabağ Vətən müharibəsi veteranının oğluyam. Ona görə bir ailədən gəlmə məndə patriotluq var. Nəinki məndə, mən əminəm ki, bizim bütün komandada bu patriotluq var və Şuşa hər birimizin yaralı yeri idi, indi isə qürur yeridir, qürur nöqtəsidir. Belə bir tenderin qalibi olmaq və qeyd edim ki, tam şəffaf şəkildə, yəni bu mütləq qeyd edeyim, heç bir fərqli bir şey olmadan. İndi siz də maşallah da bu qədər işlər görürsünüz, əlbəttə şəffaf öz yerində. Hətta mən sizə deyərdim ki, çox ilk dəfə mənim rastlaşdığım bir şey vardı. Qiymətdən aşağı olmağımıza baxmayaraq, böyük ehtimal ki, portfolyoya görə, çünki həqiqətən neçə ildə çox möhtəşəm işlər görmüşük. Məsələn, hansılar deyə bilərik? Məsələn, baxanda fəxrlə dediyiniz işlər. Baxanda fəxrlə dediyimiz elə Şuşanın özündə, məsəl üçün, Cıdır düzündə 2 dəfə festival olmuşdu. Biz o festivalın çəkiliş tərəfini aparmışdıq. Hansı? Cıdır düzündə bir səhv etmirəmsə o proyekt layihənin adını unuttum indi. Yox olan işdir. Çünki dediyim kimi çox layihələr var. Amma Cıdır düzündə zaten bizim Jet Cinema Instagram səhifəsi, web saytına... Girib daha tanış ola bilərik, yox? Hara girsəniz, bəli, mütləq ki, tanış ola bilərsiniz, sonra Bir də kurslarınız da var deyəsən, təlimləriniz olur. Bu haqda danışa bilərikmi? Bəli, bir yaralı yerimizdən biri də videoqraf yetişdirməklə bağlıdır. Komanda mütəmadi olaraq böyüməlidir və professional birini bəzən gətirəndə uzlaşa bilmirik, çətinlik olur və ya bizim üslubu mənimsəmir. Belə bir problem olduğu üçün və yaxud ümumiyyətlə tək o da yox, bazarda zaten say da azdır. Yeni bir zaten bir sahədir. Ona görə kurslar təşkil etməyə çalışırıq. Düzdür, ciddi vaxt qıtlığı var bizdə, amma mütləq ki, buna yer ayırırıq. Bu çox təbii ki, ödənişli bir kursdur, amma bu çox da yəni bir gəlirli, bizim gəlirinə odaqlandığımız bir iş deyil. Həqiqətən də, zaten bu dəqiqədə hal-hazırda, məsələn, marketinqdə də biz internlər eyni məntiqlə, internlərdə ümumiyyətlə ödənişsiz interndir, sadəcə biz ödəniş eləyirik internlərə, keçirdirik hal-hazırda. Uğurlu olan bir neçə intervyu olur, uğurlu olanları şirkətdə 2 ay intervyu, sonra da komandada saxlamaq istəyirik. Çünki dediyim kimi, öz yetişdirdiyimizi düşünürəm ki, daha yaxşı bizlə yol davam edə bilər.
Allah. Vaxt çox sürətlə gəlir. Bizim proqramımızın formatına uyğun olaraq biz bir veriliş tərkib hissəsində 2 hissəyə bölürük verilişi. Son 3-4 dəqiqəmiz var və belə bir hissədə bir ənənəmiz var. Deyirəm ki, əziz qonağım, dəyərli dostum, verilişdə hansısa sual oldu mu ki, bax o sualı qonaq olaraq eşitmək istəyərdim, amma Kamran, mən aparıcı o sualı sizin vallamadım. Hansıdır o suallar? Mən biraz daha geniş götürüm onda mövzunu. Film sektoru ilə bağlı bir, düzdür, mən marketinqdə olsam da, amma Vasif bəyin uşaqdan da, gənclikdən arzuladığı film çəkəcəm məsələsi və film sektorunun hal-hazırdakı vəziyyəti, dəstəkləri və s. bütün bunlar analiz olunduqda belə bir məsələ var. Biz onun üstündə çalışırıq. Ümumiyyətlə bu çəkilişlə bağlı avadanlıqlarda və s. və ilə axır vergi məsələsi var. Onunla bağlı Mədəniyyət Nazirliyi ilə, Cənab Nazirlə görüş olmalıdır. Vasif bəy tərəfindən, Vasiflə, Cənab Nazirin Anar bəylə. Bu görüş nəticəsində ümid eləyirik ki, bu vergi məsələsi ümumiyyətlə, yəni bu avadanlıqlar, işıq avadanlıqları xüsusən də vergidən azad oluna bilsə, belə bir üstünlük əldə edəcəyik ki, ümumiyyətlə yaxın bazar, Türkiyə, Gürcüstan, bu yaxın bazarda kino sektoru çox inkişaf edib. Xüsusən Türkiyədə. Onlar misal üçün Çindən almaqdansa, təbii ki, bizdən almağa daha yaxın olacaqlar. Çünki biz çünki zaten ekskluziv distributor kimi, hətta bugünkü gün zaten Dubaydan alıb bura gətirməkdən biz daha ucuz satırıq yerli bazarda. Bizim Amerika bazarı ilə cəmi 10% fərqimiz var. Bizim qiymətlə Amerikanın qiymətləri arasında. Əladır ki. Amma biz verginə əgər o şey olsa, biz Amerikadan daha ucuz verə bilərik. Və bu təsəvvür eləyin ki, ölkədə film sektorunda inkişaf deməkdir. Yaxın zonaların, ölkələrin, qonşu ölkələrin bizdən alış-verişi deməkdir. Bizi Azərbaycan nə qədər kiçik olsa da biz bu regionun hub ola bilərik, mərkəzi ola bilərik. Bunu da səsləndirməyimi istəmişdilər, ona görə... Okey, səsləndirdik. Bəli. Təşəkkür edirəm. Minnətdaram. İşlərinizdə uğurlar, müvəffəqiyyətlər, böyük qəşəng tenderlər udasınız inşallah. Belə, dəyərli dostlar, nəzərinizə çatdırım ki, Jet Cinema MMC-nin marketing departamentinin direktoru Qoşqar Məmmədov bizlə birlikdə idi. Qoşqar bəy, təşəkkürlər. Bütün komandaya salamlarımızı çatdırın, uğurlar olsun. Biz isə davam edirik. İşinin adamı davam edir. Sponsor məlumatı. Əziz dostlar, sponsorlar haqqında məlumat verim. Sponsorların təqdimatından sonra isə biz keçəcəyik ikinci hissəyə. Qonağımızla söhbətimiz davam edəcək. Efirimizin baş sponsoru Crystal Group of Companies'tir. 2002-ci ildə ilk müəssisəsini yaradan Crystal Group of Companies Açıq Səmdər Cəmiyyəti beton və mebel sektorlarında böyüyərək iri layihələrin reallaşmasında özünü təsdiqləyib və keyfiyyətin, dürüstlüyün ünvanı sloqan altında fəaliyyət göstərən şirkətlər qrupu bir çox layihələrdə uğurla iştirak edib və Azərbaycan adına bir dəyərdir. 051 233 55 99. Sponsor məlumatı. Həmçinin mənim əlimdə kartlar görürsünüz. Bu kartlar Kavralin Aza aiddir. Həm qonaqlarımıza, həm də ki siz dinləyicilərə 25% indirim mövcuddur. Kavralin Azı nəzərinizə çatdıraq ki, ecazkar, estetik keyfiyyətli yer döşəmələri var. Görüntüləri də biz görürük. COP29-dan hazırda görüntülər təqdim olunur. Amma ümumi sizə bildirək ki, Pascal Otel, Şabran Otel, Spring Otel, Marriott Bulvar Otel, Naftalan Çinar, Naftalan Qarabağ Otel, Şuşa, Xankəndi şəhərlərində yerləşən bütün otellərdə biz Kavralin Azın kavralinlərini görə bilərik. Həmçinin COP29 UEFA Formula 1-də də, beynəlxalq layihələrdə də öz məhsullarını təqdim edib həmin layihənin təşkilatçılarına Kavralin 050 503 99 88 əlaqə nömrələridir. Minnətdarıq. Və bizim bir də hüquqi tərəfdaşımız var. Bütün iş adamlarına tövsiyə olunur. PM Legal'dan söhbət gedir. PM Legal'da biz bütün qonaqlarımıza 200 AZN-lik endirim kartı təqdim edirik. Həmçinin PM Legal Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov tərəfindən yaradılıb və 10 ildən çoxdur qəşəng bir təcrübələri var və bu təcrübə də gətirir ona çıxarır ki, şirkətlərin mövcud və yaxud gələcəkdə baş verəcək bütün hüquqi məsələlərini həll edirlər. Şəxsən mənim də dadıma çatıb zamanında PM Legal şirkəti.
Efirimiz davam edir dostlar. İşinin adamı davam edir. Və nəzərinizə çatdıraq ki,